Salam, bugünkü mövzumuz Azərbaycanın iqlim tipləridir. Azərbaycan ümumiyyətlə iqlim qurşağı olaraqdan iki Alisovun, yəni təsnifatına görə iki iqlim qurşağında yerləşir. Subtropik, şimal kiçik bir hissəsi isə mülayim iqlim qurşağında yerləşir. İqlim tipləri isə hər bir ölkədə olduğu kimi ölkənin daxilində olan hava xüsusiyyətlərinə görə, ümumiyyətlə iqlim xüsusiyyətlərinə görə fərqlənən ərazilər üçün iqlim tipləri müəyyən olunur. Bu iqlim tipləri də özləri də yarım tiplərə bölünür. Azərbaycanda 9 iqlim tipləri var. Bunlar əsasən 4 iqlim tipinin belə deyək, yarım tipləridir. Gəlin indi isə əsas 4 iqlim tipini biz müəyyən edək. Bunlar hansıdır? Yəni burada mən qeyd edəcəm. Birinci iqlim tipi olacaq yarım səhra. Yarım səhra, quru çöl. Yarım səhra, quru çöl iqlim tipi. İkinci iqlim tipimiz olacaq mülayim isti. Mülayim isti iqlim tipi. Sonra üçüncü iqlim tipimiz olacaq soyuq iqlim tipi. Soyuq iqlim tipi. Dördüncü iqlim tipimiz isə olacaq dağ, tundra. Dağ, tundra. Deməli, bunlar bizim əsas belə deyək, iqlim tiplərimizdir. Bu iqlim tipləri yarım səhra, quru çöl iqlim tipi, mülayim isti iqlim tipi, soyuq və dağ, tundra iqlim tiplərinə ümumiyyətlə bölünür. Bunlar da özləri də ayrı-ayrılıqda yarım tiplərə bölünürlər. Bunlar hansılardır? İndi biz bunu daha ətraflı qeyd edəcəyik. İlk bizim belə deyək, iqlim tipimiz yarım səhradır. Yarım səhra haqqında biz ümumi məlumat əldə edək. Ümumiyyətlə, yarım səhra iqlim tipi mənfi 27 metrdən, yəni Xəzər dəniz sahillərindən yarım səhra iqlim tipi ümumiyyətlə mənfi 27 metrdən 600-800 metrə qədər olan hündürlükləri əhatə edir. Əsasən düzənliklər bura daha çox aiddir və yarım səhra, quru çöl iqlim tipi özü iki yarım tipə bölünür. Bunlardan biri deməli yayı isti, quraq, qışı mülayim. İkinci yarım tipi isə yayı yenə isti, quraq, qışı isə soyuq iqlim tiplərinə bölünür. Yəni qışı soyuq, yayı isti, quraq, qışı mülayim, yayı isti, quraq iqlim tiplərinə bölünür. İndi isə gəlin görək bu iqlim tipləri hansı əraziləri əhatə edir. Burada fikir verin, məsələn, burada bir rəqəmi ilə ifadə olunub. Əsasən fikir versə düzənlik əraziləri əhatə edir. Bunu daha ətraflı növbəti şəkildə baxacağıq. Deməli, yarım səhra, quru çöl iqlim tipi. Burada Samur dəvəçi ovalığı, burada Yaşma düzü, Abşeron, Qobustan əraziləri, Kür Araz ovalığı, Ceyrançöl, Acınoxur, aşağı Araz boyu düzənliklər, Gəyən İncə hərəmi düzləri, burada Cəmşərqi Şirvan kimi düzənliklər aiddir yarım səhra, quru çöl iqlim tipinin yayı isti, quraq, qışı mülayim keçən tipinə, yarım tipinə. Və bu ərazilərdə ikinci yarım tipi isə Azərbaycanda əsasən Naxçıvanın alçaq dağlıq düzənliklərində Şərir Ordubad düzənliyini əhatə edir. Şərir Ordubad düzənliyi daha çox sərt iqlim şəraitinə malikdir, kontinentaldır. Qışı sərt soyuq, yay isə isti, quru olur. Bu yəni daha da kontinental edir yarım səhra, quru çöl iqlimin. Və ona görə də respublikamızın ən sərt iqliminə malik olan ərazilərdən biridir. Burada deməli maksimum temperaturu müsbət 44 dərəcə və minimum temperaturu mənfi 33 dərəcə temperatur burada Culfa şəhərində qeydə alınmışdır. Yəni ümumiyyətlə Şərir Ordubad düzənliyi yarım səhra, quru çöl iqlim tipinin ən kontinental, ən quraq iqlim vilayətinə aiddir. Sonra biz növbəti iqlim tipini müəyyən etsək, növbəti iqlim tipi mülayim isti iqlim tipidir. Mülayim isti iqlim tipi haqqında danışanda mülayim isti iqlim tipi də özü də öz növbəsində 3 yerə bölünür, 3 yarım tipə bölünür. Ümumiyyətlə mülayim isti iqlim tipi deməli 600-800 metrdən
1000 metrə qədər hündürlükləri əhatə edir. Yəni 600-800 metrdən 1000 metrə qədər hündürlüklərini əhatə edir. Deməli yarımsəhra nə oldu? Yarımsəhra isə -27 metrdən, yəni Xəzər dənizindən ta ki 600-800 metr hündürlüklərə qədər olan hissələri əhatə edirdi. Mülayim isti iqlim tipinin də özünün deməli 3 yarım tipə bölünür. Bunlardan biri deməli olacaq qışı quraq, yayı quraq, bir də yağıntıları təxminən bərabər paylanan. Deməli qışı quraq, yayı quraq və yağıntıları bərabər paylanan yarım tipi ümumilikdə 3 yarım tipə bölünür. Ümumiyyətlə mülayim isti iqlim tipi təxminən 30% əhatə eləyir, yarımsəhra isə 50%-ə qədər əraziləri əhatə edirdi. İndi isə gəlin görək bu iqlim tipi harada yerləşir. Birinci qışı quraq mülayim isti iqlim tipi haqqında danışanda biz həmişə qışı quraqlar deyəndə ən çox Kiçik Qafqazı birinci biz nəzərdə tutacağıq. Çünki Kiçik Qafqazda bu qışı quraqlar daha çox ərazini əhatə edir. Ona görə Kiçik Qafqazın dağ ətəyi və alçaq dağlıq hissələrini əhatə edir. Bu qışı quraq keçən ümumiyyətlə mülayim isti iqlim tipi və Böyük Qafqazın Qanı-Xəyri çay düzənliyini, Qanı-Xəyri çay ərazisini, bir də Böyük Qafqazın cənub-şərq hissələrini əhatə elədi. Deməli qışı quraq keçən mülayim isti deyəndə ilk olaraq nəzərimizə Kiçik Qafqazın dağ ətəyi və alçaq dağlıq hissələri, sonra Böyük Qafqazın Qanı-Xəyri çay vadisi və Böyük Qafqazın cənub-şərq hissəsi aiddir ki, qışı quraq keçən mülayim isti iqlim tipinə. Yəni bunlar əsasən yarımsəhradan sonra hündürlüyə doğru fikir versə, hündürlüyə doğru getdikcə bu iqlim vilayətləri, bu iqlim tipləri bir-birini əvəz eləyir. Deməli burada oldu yarımsəhra quru çöl iqlim tipi, qışı mülayim keçən, sonra isə gəldi qışı quraq keçən mülayim isti iqlim tipi. Sonra yayı quraq keçən deyəndə ilk olaraq biz Lənkəran ovalığı, Lənkəran ərazilərini əhatə edəcək, yəni Lənkəran ovalı nəzərdə tutacağıq. Bir də ki, Böyük Qafqazın cənub-şərqi, bir də Kiçik Qafqazın cənub-şərq hissələrini biz əhatə edən iqlim tipini biz deyəcəyik. Yəni burada yenə də yayı quraq keçən mülayim isti iqlim deyəndə ilk olaraq Lənkəran ovalığı, Lənkəran ərazilərini əhatə, Lənkəranı biz yadımızda saxlamalıyıq. Testlərdə də ilk olaraq o yada düşməlidir. Sonra isə Böyük Qafqazın cənub-şərqi və Kiçik Qafqazın cənub-şərq hissələrini əhatə edir. Bu həm də ki Azərbaycan daxili sularında da bizim qarşımıza çıxa bilər ki, məsələn yayı tutaq ki quraq keçən çaylar, yayı qışı bol sulu keçən, yayı quraq keçən, məsələn qıç sulu olan çaylar, bax belə bir suallarda da bu iqlim tipi hətta onda da bizim köməyimizə yetir. Yəni ki, yayı quraq keçən ümumiyyətlə mülayim isti deyəndə biz ilk Lənkəran, sonra Böyük Qafqazın cənub-şərqi, Kiçik Qafqazın cənub-şərq hissəsini əhatə edəcəkdir. Sonra qışı quraq keçəndə biz dedik ki, əsasən Kiçik Qafqazın dağ ətəyi və alçaq dağlıq hissələri, Böyük Qafqazın Qanı-Xəyri çayı burada və Böyük Qafqazın cənub-şərq hissələrini əhatə edir. Sonra üçüncü bizim yarım tipimiz olan yağıntıları bərabər paylanan mülayim isti iqlim tipi. Yağıntıları bərabər paylanan mülayim isti iqlim tipinə əsasən Böyük Qafqazın şimal-qərb hissəsində yerləşən bu hissə zolaq şəklindədir və Qusar maili düzənliyi, Qusar-Quba rayon ərazisini əhatə edən Qusar maili düzənliyi və Talış dağlarının ətəklərini əhatə edən bu hissə aiddir. Yəni yağıntıları bərabər paylanan 3 əsas hissədə Böyük Qafqazın cənub hissələri, yəni Böyük Qafqazın şimal-qərb və cənub hissələri və Böyük Qafqazın şimal-şərqi Qusar maili düzənliyi və Talış dağlarının ətəkləri əsasən yağıntıları bərabər paylanan mülayim isti iqlim yarım tipinə bölünür. Sonrakı bizim iqlim tipimiz isə biz bura gəlsək, sonrakı iqlim tipi əsasən aiddir bura. Deməli, soyuq iqlim tipi. Soyuq iqlim tipi. Soyuq iqlim tipi də əsasən respublikamızda 1000 metrdən 2700 metrə qədər olan hissələri əhatə edir. 1000-2700 metr hündürlükləri əhatə edir və soyuq iqlim tipi də özü də 3 belə deyək təbii yarım tipə bölünür və burada soyuq iqlim tipinin olacaq yayı quraq, qışı quraq soyuq iqlim, bir də ki il boyu bol yağıntılı soyuq iqlim tipi. Ümumiyyətlə yayı və qışı il boyu yağıntılı bu soyuq iqlimin yarım vilayətlərinə ümumiyyətlə bölünür. İndi isə gəlin bunları ayrıca xəritə üzərində baxaq. Deməli, yay quraq keçən soyuq iqlim tipi artıq fikir verirsə, yenə belə deyək də, yay quraq bir ərazidə yerləşir. Bu da əsasən Naxçıvan
Muxtar Respublikasının yüksək dağlıq ərazilərini əhatə edir. Fikir verirsinizsə, Naxçıvan Muxtar Respublikası qışı da sərt keçir, yayı da belə deyək, quraq keçən, isti keçən iqlim yarım tipi bu ərazidə yerləşir. Ona görə də Naxçıvan Muxtar Respublikası Respublikamızın ən kontinental, ən sərt iqliminə malik olan ərazisi hesab olunur. Çünki yayı da isti, qışı da daha sərt, soyuq olur. Buna görə yayı quraq keçən soyuq iqlim tipi Naxçıvanın yüksək dağlıq hissələrini əhatə edir. Bir də Naxçıvanın yüksək dağlıq hissələri burada belə deyək, yayı quraq keçən soyuq iqlim tipinə aiddir. Sonra qışı quraq keçən yenə də birinci Kiçik Qafqazın demək alçaq dağlıq hissələri, alçaq və dağətəyi əraziləri oldu. Ümumiyyətlə qışı quraq keçən mülayim isti iqlim tipi, ancaq orta dağlıq və yüksək dağlıq hissələri və Qarabağ vulkanik yaylası isə aiddir qışı quraq keçən soyuq iqlim tipi. Fikir verirsiniz, hündürlüyü artdıqca mülayim, yarımsəhra mülayim soyuq iqlim tipi belə deyək, bir-birinin hündürlüyü artdıqca əvəz eləyir. Deməli, qışı quraq keçən soyuq iqlim tipi harda oldu? Kiçik Qafqazın orta və yüksək dağlıq hissələri, bir də vulkanik yaylada bu iqlim vilayəti yerləşdi. Böyük Qafqazda da yan sislə ətrafı ərazilər, yan sislə bu iqlim vilayətində yerləşir. Bizim sonra üçüncü yarım tipimiz bütün fəsilləri bol yağıntılı olan soyuq iqlim tipidir. Bütün fəsilləri bol yağıntılı olan soyuq iqlim tipi bir də Böyük Qafqazın şimal-şərq hissəsini əhatə edir. Burada da müvafiq olaraq ondan aşağıda olan hissələr il boyu yağıntılar bərabər paylanan, yağıntılar təxminən bərabər paylanan mülayim isti iqlim tipi. Ondan yuxarıda isə biraz da hündürlük qalxdıqca olur bütün fəsillər bol yağıntılı olan ümumiyyətlə soyuq iqlim tipi bu əraziyə daxildir. Yəni bu iqlim vilayətinə yayıldığı ərazilər hesab olunur. Sonra bizdə soyuq iqlim tipindən sonra 2700 metrdən yuxarıda yerləşən dağ tundra iqlim tipidir. Bu da 2700 metrdən hündür olan dağları əhatə edir ki, bu da biz burada qeyd edə bilərik. Məsələn, Baş Qafqaz silsiləsi, bu su ayırıcı dağları, sonra burada Murovdağ silsiləsi, Murovdağ silsiləsinin ətrafı, sonra Qarabağ vulkanik yaylası, bir də Zəngəzur dağları əsasən dağ tundra iqlim vilayətinə aiddir. İndi isə ümumi bir təkrar edək bu xəritə üzərində. Deməli, biz dedik ki, ümumiyyətlə Azərbaycan iqlim tipləri özü 9 iqlim tipə bölünür. 4 əsas tip, digərləri isə yarım tiplərə, o 4 özü də yarım tiplərə bölünür. Bu yarım tiplərdən də biz dedik ki, birinci bax burada bir rəqəmi ilə ifadə olunan, burada bir rəqəmi ilə ifadə olunan yarım səhra quru çöl iqlim tipidir. Bax, yarım səhra quru çöl iqlim tipinə biz baxsaq, burada qeyd edəcəyik ki, Quba-Xaçmaz regionunda əsasən Samur Dəvəçi ovalığı, Yaşma düzü, Qobustan Abşeron, Cəmşərq Şirvan, Kür Araz ovalığı, Ceyrançöl Acınoxur, Aşağı Araz boyu düzənliyi Cəyən İncə Hərəmi düzləri bura daxildir. Bura mənfi 27 metrdən 600-800 metr hündürlükləri əhatə edir. Demək olar ki, Respublikamızın 50%-nə yaxın hissəsini əhatə edir. İkinci, onun yarım tipi isə yay isti quraq, qışı isə soyuq iqlim tipidir, yarım tipidir. Bu da Naxçıvanın, ümumiyyətlə Naxçıvan şəhər Ordubad düzlərini əhatə edir. Burada Yayçı, Böyükdüz, Naxçıvan, Gülüstan kimi düzlər bu əraziləri əhatə edir. Sonra ikinci bizim dedik ki, yarım tipimiz, iqlim yarım tipimiz olur mülayim isti. Mülayim isti iqlim tipi deyən burada qeyd elədik ki, onda 3 yarım tipi var. Biri deməli yayı quraq keçən yarım tip, sonra qışı quraq keçən, bir də ki, yağıntıları təxminən bərabər paylanan. Dedik ki, yayı quraq keçən deyəndə ilk olaraq biz deməli Lənkəran ovalığını nəzərdə salacağıq, Lənkəranı biz nəzərdə tutacağıq. Bir də Böyük Qafqazın cənub-şərqi, Kiçik Qafqazın cənub-şərq hissəsini əhatə edəcək. Sonra qışı quraq keçəndə birinci dedik ki, biz Kiçik Qafqaza baxacağıq. Kiçik Qafqazda alçaq dağlıq və orta dağlıq hissələri əhatə edir. Bir də ki, Böyük Qafqazda Qanı-Xəritçay vadisi və Böyük Qafqazın cənub-şərq hissəsini əhatə edən bu iqlim yarım vilayətidir. Sonra burada qeyd elədik ki, bütün yağıntılar təxminən bərabər paylanan mülayim isti iqlim tipi də burada Zaqatala-Lahaç ərazisində deyəcəyik ki, burada bax bu zolaq şəklində burada yerləşir Böyük Qafqaz dağlarının şimal-qərb ətəkləri və Qusar maili düzənliyi əhatə edir. Bir də Talış dağlarının ətəkləri bura əhatə edir. Bu ümumiyyətlə yağıntıları təxminən bərabər olan mülayim isti iqlim vilayəti. Mülayim isti iqlimdə dedik ki, 600-800 metrdən 1000 metrə qədər hündürlükləri əhatə edir. Sonrakı soyuq iqlim tipidir. Soyuq iqlim tipi də dedik ki, qışı quraq, yayı quraq, soyuq iqlim tipi, bir də ki, il boyu bol yağıntılı olan soyuq iqlim tipi. Biz burada
Qışı quraq keçən soyuq iqlim tipi Kiçik Qafqazın orta və yüksək dağlıq hissələrini əhatə edir. Sonra burada yan silsilə əhatə edir. Burada. Sonra növbəti bizim iqlim tipimiz, yarım tipimiz yayı quraq keçən ümumiyyətlə soyuq iqlim tipidir. Yayı quraq keçən soyuq iqlim tipi Naxçıvan Muxtar Respublikası ərazisinin yüksək dağlıq və orta dağlıq hissələrini əhatə edir. Bu yalnız Naxçıvan Muxtar Respublikasında var və burada qeyd olunur. Burada da Talış dağlarında da talış şəklində dəyərli izləyicilər, bunlardan da məsələn burada qışı soyuq keçən yarım səhra, ondan sonra deməli qışı quraq keçən soyuq iqlim vilayəti, ümumiyyətlə iqlim tipi bu ərazidə. Bir də yayı quraq keçən ümumiyyətlə soyuq iqlim tipi burada var, yarım tipi burada yerləşir. Sonrakı bizdə iqlim vilayəti olacaq dağ tundra, yəni 2700 metrdən yuxarıda olan hissələri əhatə edir. Deməli soyuq iqlim tipdə 1000-2700 metr aralıqları əhatə edirdi. 2700 metrdən yuxarı olan hissələri isə əsasən Baş Qafqazda suarıcı silsilələr, dağlar, yəni Baş Qafqazın yüksək dağlıq hissələri, sonra burada Murov dağ silsiləsi, Qarabağ vulkanik yaylasında hündür dağlar, bir də Zəngəzur silsiləsində yerləşən hündür dağlar əsasən dağ tundra iqlim tipinə aiddir.